Hörmətli forum iştirakçıları, hörmətli dost və qardaş ölkələrin nümayəndə heyətləri. Bugün burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hamını türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir. Biz bu ailədə özümüzü rahat, təhlükəsiz və güclü hiss edirik. Bugün qədim Naxçıvan torpağında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır. Bu, bütün Türk dünyasının fərəhli, tarixi günüdür. Böyük xoşbəxtlikdir. Ötən gün Bakıda forumun rəsmi açılış mərasimində qeyd olunduğu kimi, Türk dövlətləri arasında 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcud olsa da, QHT xətti yox idi. Bu platforma BMT və digər beynəlxalq təsisatlarda Türk dünyası QHT-lərinin birgə, koordinasiyalı fəaliyyətini təmin edəcək, xalqlarımızın bir-birini daha yaxından tanımasına, vətəndaş cəmiyyətinin mühüm töhfəsi olacaq. Birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə edə biləcəyik. Biz ümumi işimizi elə etməliyik ki, qarşıdakı dövrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası arasında tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə QHT-lər üçün iki tərəfli və çox tərəfli əsasda qrant müsabiqələri geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq biz bu istiqamətdə həmkarlarımızla işçi danışıqlara günü bugün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq. 2022-2025-ci illərdə Azərbaycan QHT-lərinin Türkiyə, Özbəkistan və Qazaxıstan QHT-ləri ilə birgə əməkdaşlıq forumları baş tutub. Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Türkmənistanla da analoji tədbirlər reallaşdırıla bilər. İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik. 2009-cu ildə Naxçıvan şəhərində Türk dili ölkələrin dövlət başçılarının 9-cu zirvə görüşündə Cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi, Türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bugün reallıqdır, həqiqətdir. Bu birlik hər keçən gün daha da möhkəmləndi. Nəticədə Türk Dövlətləri Təşkilatı qlobal miqyasda vacib təsisata çevrildi. İnanırıq ki, yeni mərhələdə Türk dünyasının vətəndaş cəmiyyət təsisatları da təşkilatın işinə güclü dəstək verəcək. Yaşasın Türk dünyası, yaşasın dostluq, qardaşlıq, həmrəylik.